Salam uşaqlar, dərsliyimizin 147, 148, 151 və 152-ci səhifələrini yerinə yetiririk bu günləri. Gəlin suallarla bir-bir tanış olaq. Bəndlərin birində sözlərin sətrindən sətrə keçirilməsi üçün hecalara ayrılması düzgün verilmişdir. Düzgün, deməli bizə düzgün lazımdır. Biz bilirik ki, köhnə sətirdə tək sait qala bilməz. Ona görə etibar sözün düzgün deyil. Sonra yeni sətrə də ancaq sait keçə bilməz, təbii sözü. Sonra ailə sözündə A tək qala bilməz. Bu da yanlışdır. D variantı da yanlışdır, çünki burada işarədə I tək qalıb. Sait heç vaxt tək qala bilməz. Ona görə düzgün cavab B bəndidir. Zadəgan. Zadəgan sözünü ya zadəgan kimi keçirdirik, ya da zadəgan. Firavan sözü də o qaydada. İkinci sualımız. Uyğunlaşdırın. İzahlı lüğətdə nəyi öyrənirik? Orfoqrafik lüğətdə nəyi öyrənirik? Bundan öncəki dərsimizdə demişdik. Lüğət 3 cür olur. Orfoqrafik lüğət, orfoepik lüğət və izahlı lüğət. Orfoqrafik lüğətdə sözlərin düzgün yazılışıdır. Orfoepik lüğətdə sözlərin düzgün deyilişidir. İzahlı lüğətdə isə sözlərin mənasıdır. Sözlərin deyilişini göstərən lüğət bu orfoepik lüğətdir. Sözlərin mənalarını göstərən lüğət bu izahlı lüğətdir. Sözlərin düzgün yazılışını göstərən lüğət bu orfoqrafik lüğətdir. Qədim sözlərdən ibarət olan lüğət deyə bir şey də bizim variantlara uyğun deyil. Deməli bizə nə lazım oldu? İzahlı lüğətdən orfoqrafik lüğət. 1-də B, 2-də C. 1B, 2C var C bəndində. C bəndini götürdük. Üçüncü sualımız. Hansı cümlədə cəm formasında olan söz işlənib? Cəm forması ya toplu isim olur, ya da larlər şəkilçisi qəbul etmiş isim olur. Düzdürmü? İndi hansı cümlədə larlər var? Axşam olduğu üçün hava qaraldı. Çalışqan şagirdləri hamı çox sevir. Biz balıq tutmağı çox sevirik. Babam bağçaya çiçək əkdi. Cavab B bəndi. Şagirdlər sözündə larlər göstərilmişdir. Dördüncü sual. Verilmiş cümlədə neçə vergül işarəsi buraxılmışdır? 2 otaqlı, bağçalı, mavi boyalı evləri vardı. Deməli, 2 otaqlı, bağçalı, mavi boyalı evləri vardı. 3 sadalanan söz var. 3 sadalanan söz varsa, bura 2 vergül işarəsi qoyuruq. Üçüncüdən sonra vergül işarəsi qoymuruq. Deməli, burada 2 vergül işarəsi buraxılmışdır. 5-ci, sözlərdən biri doğru yazılmayıb. Kamran, doğru. Çörək, doğru. Otaq, doğru. Pomidor yanlış. Pomidor deyirik, amma nə yazırıq? Pomidor yazırıq. 6-cı sualımız. Ağac bar verəndə atalar sözünü tamamlayın. Sınar, bağban kəsər, qurd yeyər, başını aşağı əyər. Atalar sözümüz budur uşaqlar. Ağac bar verəndə başını aşağı əyər. Hansı sözün tərkibində dodaqlanmayan incə saitlərin hamısı var? Dodaqlanmayan incə. Əvvəlcə gəlin dodaqlanmayanları yazaq. A, I, E, Ə, İ. A, I, E, Ə, İ. Aha. İndi bunların içindən də incələr. A qalın, I qalın. İncələr hansı oldu? E, Ə, İ. Deyir ki, hansında 3 saitin 3'ü də var. Hünərli, döyüşçülərimiz, düzənlik, dəyişmə. E, İ, Ə. Bizə də lazım idi. E, Ə, İ. 3'ü də burada var. Cavab D bəndini götürdük. Mərd sözünə yaxın mənalı sözü seçin. Mərd sözü. Namərd onun əksidir. Tənbəl deyil, qorxaq da deyil. Mərd sözünün yaxın mənası igid deməkdir. C bəndini götürdük. Verilmiş cümlə hansı sözlə tamamlansa əmr cümləsi alınır. Hər həftə bir nağıl yazırlar. Hər həftə bir nağıl oxuyun. Hər həftə bir nağıl danışacağıq. Hər həftə bir nağıl öyrənirəm. Əmr cümləsi bizə nə bildirir uşaqlar? Göstəriş. Yəni bunu et, bunu oxu, bunu yaz, ora get, burada otur, burada dur. Yəni sizə göstəriş göstərir.
Hər həftə bir nağıl oxuyun. Əmr cümləsi. Hansı sözdə sözün son samiti fərqli tələffüz olunur? Polad, dastan, maral, bibər. Elə cavab A bəndindədir. Polad yazırıq, polad deyirik. Amma digərlərində olduğu kimi qalır. Azərbaycan dilinin növbəti səhifəsi. Uyğunluğu müəyyən edin. Gözlə görünən varlıqlar, gözlə görünməyən varlıqlar. Uşaqlar, gözlə görünən varlıqlar nədir? Konkret varlıqlar. Düzdür? Konkret. Gözlə görünməyən mücərrəd. Aha. Qorxu gözlə görünmür. Pambıq gözlə görünür. Uğur gözlə görünmür. Yaddaş görünmür. Çay görünür. Pilləkən görünür. 1-də B, E, F. 2-də A, C, D. O da var C bəndində. İkinci sualımız. Atalar sözlərimiz atalarımızdan günümüzə qədər gələn qısa və dəyərli sözlərdir. Kim tərəfindən və nə zaman deyildiyi dəqiq bilinmir. Təcrübələr nəticəsində deyilmiş sözlərdir. Az sözlər çox şey izah edən cümlələrdir. Mətnin mövzusu nədir? Atalarımızın qədim peşələri, atalar sözlərinin xüsusiyyətləri, kitab oxumağın faydaları, təcrübə qazanmağın yolları. Uşaqlar, biz atalar sözləri haqqında məlumat oxuduq. Deməli, onda mövzumuz atalar sözlərinin xüsusiyyətləri olur. Üçüncü sual. Verilmiş cədvəldə çoxluq bildirən sözlərin altında bu smayliki, təklik bildirən sözlərin altında bu smayliki çəkməliyik. Çoxluq bildirən sözlərdə hansı şəkilçi olur? Lar, lər şəkilçisi. Düzdür? Deməli, çoxluq bildirən lar, lərdir. Baxın, lar, lər. Deməli, burada təəccüb olacaq. Burada oldu təəccüb. Meşə, saatsaz isə təklik bildirən sözdür. Onda da burada olacaq təəccüb. İndi 2 təəccüb, 2 qorxu smayliki D bəndində verilmişdir. Dördüncü sual. Aşağıdakı cümlənin əmr forması hansı bənddə verilib? Babam qış tətilində bizə gələcək. İndi bunu əmr cümləsinə çevirməliyik. Babam qış tətilində bizə gəldi. Nəqli cümlə. Babam qış tətilində bizə gəlsin. Baxın, deyir ki, babam qış tətilində bizə gəlsin. Göstəriş edir. Babam qış tətilində bizə gələcək. Bizə gələcək sual cümləsi. Baba, qış tətilində bizə gələrsən? Bu da sual cümləsi. İndi hansı əmr cümləsi oldu? Babam qış tətilində bizə gəlsin. 5-ci sualımız. Aşağıdakilərdən hansı atalar sözü deyil? Ağıl yaşlı olmaz başda olar. Atalar sözüdür. Ağac dibindən su içər. Atalar sözüdür. Çalış hər şeyi başdan nəzərdən keçir. Atalar sözü deyil. El igidləri ilə tanınar. Atalar sözüdür. Hansı atalar sözü deyil demişdi? C bəndini götürdük. Boşluğa aşağıdakilərdən hansı yazılmalıdır? Varlıqların formasını, dadını, ölçüsünü, rəngini bildirən sözlərə əlamət bildirən sözlər deyilir. Yəni, sifət nitq səsi olaraq. Şəklə uyğun nəzakətli ifadə hansıdır? Şəkildə nə görürük? Oğlan da əlində çamadan var. Yəqin ki, harası gedir. Gedən adama nə deyərik? Salamat qal, təbrik edirəm, yastığın yüngül olsun, mübarəkdir. Gedən adama uşaqlar deyirik, salamat qal. Ad günü olsaydı təbrik edirəm deyərdik, xəstə olsaydı yastığın yüngül olsun deyərdik, təzə bir şey alsaydı deyərdik mübarəkdir. Mənfi obrazlara aid xüsusiyyətlər hansıdır? Cəsurluq, qəhrəmanlıq. Bu ikisi də müsbət obrazdır. Qəddarlıq, acgözlük, qayğıkeşlik, mərhəmətlik, xeyirxahlıq, açıq ürəklilik. Bizdən mənfi istəyirdi. Mənfi də qəddarlıqla
acgözlükdür. Müsbət qoyduqlarım müsbət xüsusiyyətlərdir, mənfi qoyduqlarım mənfi xüsusiyyətlərdir. Şeirin neçənci misrasında hissəciyin köməyi ilə düzələn peşə bildirən söz var. Peşə əmələ gətirən şəkilçimiz hansıdır? Çı, çi, çu, çü. Peşə əmələ gətirir, leksik şəkilçidir və 4 cür yazılır. Biz bunu keçmişik. İndi neçənci misrada bu şəkilçi ilə işlənən söz var. Oğlan çölə düz nahar, vaxtı gəlib yetişir, yanaşıb kolxozçular, bumbuz ayrandan içir. Deməli, çı, çi, çu, çu harda duşalır? Baxın, bax burada, kolxozçu. O da 1, 2, 3, 4. Üçüncü misrada verilib. Üçüncü Rum rəqəmi ilə C variantında yazılıb. Roma rəqəmi ilə. Aşağıdakı cümlələr hansı əşya haqqındadır? Ağac, taxta və s. kəsmək üçün istifadə olunur. Poladdan hazırlanır. Diş olur. Çəkic, mişar, mismar, qayçı. Uşaqlar, bu 3 dənə xüsusiyyət nəyi bildirir? Çəkic diş olmur. Mismar da o deyil, qayçı da deyil. Düzgün cavab nədir? B bəndi mişar. Ağac və taxta kəsmək üçün istifadə olunur. Poladdan hazırlanır, yəni dəmirdən və ağzı diş olur. Azərbaycan dilinin sualları bu qədər. Keçid edirik riyaziyyatın suallarına. Bir çən tamamilə dolduğunda 90 litr su tutur. Deməli, ümumi çənin suyu 90-dır. Çəndə 80 litr su var. Çəndəki sudan 30 litrini bağçanı suvarmaq üçün istifadə etsələr, çəni doldurmaq üçün neçə litr su lazım olar? Deməli, əlimizdə var 80, 30-unu işlətdik. 30-u işləndisə azalır, düzdür? 80-dən 30-unu çıxırıq. Qalır 50. Amma çəndə olmalıdır neçə? 90. 90-dan 50-si var. Nəyə çatmır? Çatmayanı tapmaq üçün 90-dan 50-ni çıxırıq. O da eləyir B bəndi 40 litr. Düyü, qənd və lobya torbalarının kütlələri 12 kiloqram, 18 kiloqram, 21 kiloqramdır. Düyü torbasının kütləsinin qənd torbasının kütləsindən 3 kiloqram çox olduğunu bilərək hər bir ərzağın kütləsini müəyyən edin. 3 kiloqram fərq. 12, 18, 21. Hansıların arasında 3 kiloqram fərq var? 18 ilə 21-in. Yəni 18-in 3 gəlsəm eləyir 21. İndi deyir ki, düyü torbasının kütləsinin qənd torbasının kütləsindən 3 kiloqram çox olduğunu. Deməli, düyü çoxdur. Düyü çoxdursa, düyü onda olur 21. 21-dən də 3 çıxanda qənd olur neçə? 18. Yerdə nə qalır? 12. Deməli, lobya da olur neçə? 12. İndi bunu tapaq. Düyü 21, qənd 18, lobya da 12. Üçüncü sual. Birinci yeşikdə 18 kiloqram, hər sonraki yeşikdə əvvəlkindən 3 kiloqram az alma var. 3 yeşikdə cəmi neçə kiloqram alma var? Neçə yeşik istəyir? 3 yeşik. Çəkək. 1, 2, 3. Və bizdən bunun cəmini istəyirdiyi üstəgəl qoydum. Birinci yeşikdə 18. Hər sonraki yeşikdə əvvəlkindən 3 kiloqram az. 18-dən 3 az, 15. 15-dən də 3 az, 12. İndi bizdən bunun cəmini istəyir. 18 ilə 12-nin cəmi 30, o da 15, cavab eləyir 45. Deməli, ümumi 45 kiloqram alma var. Qatarda 87 sərnişin var. Birinci dayanacaqda qatara 25 sərnişin mindi. Bunu addım-addım gedəcək uşaqlar. 87 idi, 25-i mindi. 7-nin üstünə 5, 12, 1 yadda, 10, 1 yadda, elədi 112. Sonra deyir, 15-i düşdü. 112-dən 15-i çıxırıq. 12-dən 5, 2-dən 5 çıxmaq olmur, pay götürürük. 12-dən 5, 7, burada 10 qalır, ondan da 1, 9. Oldu 97. İkinci dayanacaqda 35 sərnişin düşdü, yenə azaldı. 97-dən 35-i çıxırıq.
2, 6 eləyir 62. Sonra 14'ü mindi. Minəndə çoxalır. 62 üstə gəl 14. 6, 7. Deməli, nəticədə sonda 76 sərnişin oldu. Sizdən də onu istəyir. Qatarda neçə sərnişin oldu? Cavab B bəndi 76. Uğur 20 şarın yarısını qardaşına verdi. Deməli, 20'nin yarısı 10 eləyir. Onda bu yarısı da eləyir 10. Düzdür? 10 dənəsini verdi qardaşına. Yarısının yarısı da eləyir 5. 5 dənəsini də verdi bacısına. Deməli, Uğurun neçə şarı qaldı? 20 şarı var idi. 10'unu qardaşına verdi, 5'ini bacısına. 15 dənəsini getdi, düzdür? 20'dən də 15'i çıxırıq. Cavab qalır 5. Elə cavab onsuz da burada da qalmışdı 5. A variantını götürdük. 6. sual. Fermamızda 24 xoruz və xoruzlardan 14 ədəd çox toyuq var. Xoruzdan 14 dənə çox toyuq. 38 toyuq var. Toyuqlardan 6 dənə az hinduşka. Bu da oldu hinduşka. Fermamızda neçə ədəd heyvan var? Hamısını istəyir indi. Deməli, 24 dənə xoruz, 38 dənə toyuq, 32 dənə hinduşka. Bunların cəmini istəyir uşaqlar bizdən. 24, üstə gəl 38, üstə gəl 32. 8, 2, 10, o da 4, 14. 4 yazdıq, 1 yadda. 2'nin üstünə 3, 5, 5'in üstünə 3, 8, 1 də yadda, 9. Deməli, cəmi 94 heyvan var. 8'dən 4 dəfə böyük olan ədəd. Edir 32. 8'dən 4 dəfə böyük olan ədədlə 26'nın cəmi, yəni 32 ilə 26'nın cəmi. Cəm nədə olur toplamada? 2, 6, 8, 3, 2, 5. Deyir, neçəyə bərabərdir? 58'ə bərabərdir. İndi saat 12'dir. İndi saat 12'dir. Neçə dəqiqədən sonra 1'ə 25 dəqiqə qalacaq. 1'ə 25 dəqiqə qalır. Uşaqlar, 1 saatımız neçə dəqiqədir? 60. 60'ın olmağına 25 var hələ. Deməli, 60'dan 25'i çıxırıq. Eləyir 35. 1'ə qalırsa, deməli 12'dən keçib. 12, 35. İndi saat əvvəl neçə idi? 12. Bizdən neçə saat içən istəyir? 12, 35'i. Nə qədər fərq oldu? Bax, saatlar eyni qalır. Düzdür? Dəqiqələrdə nə qədər fərq oldu? 35 dəqiqə. İndi o sual verir. İndi saat 12'dir. Neçə dəqiqədən sonra 1'ə 25 dəqiqə qalacaq? 35 dəqiqədən sonra 1'ə 25 dəqiqə qalacaq. Sinfi bəzəmək üçün 25 qırmızı, 32 sarı şar alındı. 25 qırmızı, 32 sarı şar. Hamısı bir yerdə neçə eləyir? 57. Deməli, ümumilikdə 57 şarımız var. 40 şar istifadə etdikdən sonra neçə şar artıq qalar? 57'dən də çıxırıq 40'ı. Yerdə qalanı tapmaq üçün. Düzdür? 57'dən də çıxırıq 40'ı. Eləyir 17. İndi burada bizdən cavabı istəlir. Deyir ki, buradakı məsələni hansı misalla həll edə bilərik? Uşaqlar, əvvəlcə neynədik? Əlimizdə olanları topladıq. Sonra istifadə olunanı çıxdıq. Yəni 25 ilə 32'ni toplayırıq. 40'ını çıxırıq. O da var A bəndində. 10. sual. Bir kağız torbaya 5 kilogram ərzaq yığmaq olar. Deməli, bu kağız torba deyil. Bura 5 kilogram yığa bilirəm. Onda 2 dənəsinə 10 yığa bilirəm. 3 dənəsinə 15 yığa bilirəm. Düzdür? 2 kilogram banan, 3 kilogram alma, 1 kilogram qənd, 2 kilogram düyü, 2 kilogram pendiri 2 torbaya yığsaq, bu ərzaqların neçə kilogramı artıq qalar? İndi gəlin sayaq. 2 kilogram banan, 3 kilogram alma, 1 kilogram qənd, 2 kilogram düyü, 2 kilogram da pendir. Bunları toplayaq.
2 üstünə 3, 5, 5 üstünə 1, 6, 8, o da 10. Deməli, ümumi 10 kiloqramlıq məmulatımız var. Və bizdən 2 torba istəyir. 2 torba nə qədər eləyir? 10 eləyir. İndi 10 kiloqram tutun və əlimizdə də 10 kiloqram ərzaq var. Artıq nəsə qalacaq? Yox, hamısı yerləşəcək. Deməli, heç nə artıq qalmayacaq. Hansı saatlarda əqrəblər kör bucaq əmələ gətirir? Gəlin saatları çəkək. Saat 4. Saat 4 bu bucaq əmələ gətirir. Saat 2 bu bucaq əmələ gətirir. Saat 5 bu bucaq əmələ gətirir. Saat 6 bu bucaq əmələ gətirir. Deməli, bu iti bucaqdır. Saat 6 açıq bucaqdır. Amma saat 4 ilə saat 5 kör bucaqdır. İndi bunları bir-bir çəkib özünüz də eləyəcəksiniz. Bax, məsələn, bu saatdır, düzdür? 12, 6, 3, 9. Bunları əvvəlcə yerləşdiririk. 4, 5 burada, 7, 8 burada, 10, 11 burada. Saat 4'dür deyir. Böyük əqrəb 12-də, kiçik əqrəb 4'də. Baxın, hansı bucaq əmələ gəldi? Kör. 5'də də həmçinin bu tərəfə gələcək, o da olacaq kör. Bizdən də kör bucaq istəyirdi. 1 ilə 3. O da var A bəndində. 46, 15, 25, 33, 14, 37 ədədlərindən hansılar A böyükdür 25 ifadəsində A-nın yerinə yazıla bilər? Yazıla bilər. 25'dən böyük. 46 böyükdür. 33 böyükdür. 37 böyükdür. Amma digərləri 25'dən böyük deyil. Düzdür? Çünki A böyük olmalıdır. 46, 33, 37. Bu da var. 33, 37, 46 B bəndində. İkinci sinif şagirdlərini 6 qrupa böldülər. 1, 2, 3, 4, 5, 6. Hər qrupda 5 şagird oldu. 5. Hər qrupda da 5 şagird. Şagirdlərin ümumi sayını tapın. 6 dənə 5. 6 dənə 5 nə deməkdir? 6 vur 5. O da eləyir 30. Deməli, sinifdə 30 şagird var. Elnarənin qardaşı 3 il öncə neçə yaşında idi? Aha, bu Elnarədir. Elnarənin var 18 yaşı. Qardaşı deyir ki, mənim yaşım bacımın yaşının yarısı qədərdir. 18'in yarısı. Neçə eləyir? 9. Deməli, qardaşının 9 yaşı var. 3 il əvvəl neçə var idi? İndi 9 varsa 3 il əvvələ qaydanda 3'ü çıxırıq. O da eləyir 6. Aylanın 9 yaşı var. Anasının yaşı Aylanın yaşının 5 qatıdır. 5 qatı nə deməkdir? 9 vur 5. Eləyir 45. Deməli, Aylanın 9, ananın 45 yaşı var. Ayla ilə anasının yaşlarının fərqi. Fərq nədə olur? Çıxmada. 45'dən çıxırıq 9'u. O da deyir 36. A bəndində verilmişdir. 6-cı sual. Cədvəldəki boşxanalara yazılacaq ədədlərin cəmi aşağıdakilərdən hansıdır? Deməli, A bir dəfə 6 verib, bir dəfə 8. Bir dəfə deməli, bura 6 qoyuruq. 48 böl 6 üstəgəl 7. 48'i 6'ya bölürəm. 8. 8'in üstünə 7. 15. Deməli, bura yazdıq. 15. İndi A'nın yerinə 8 qoyuram. 48 böl 8 üstəgəl 7. 48'i 8'e bölürəm. 6. 6'ın üstünə 7. 13. İndi bu ədədlərin cəmini istəyir. 15 ilə 13'ün cəmi. O da eləyir 28. Cavab B bəndində verilmişdir. Ulduz yerinə elə ədəd yazın ki, bərabərlik doğru alınsın. Bölmə var, toplama var, bölmə var, toplama var. Deməli, birinci bölmələr yerinə yetirilir burada. 63'ü 9'a bölürük. 7. 72'ni 9'a bölürük. 8. 8 üstəgəl 7 üstəgəl ulduz bərabər də 219. Toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmdən məlum olanları çıxmalıyıq.
8 ilə 7-nin cəmi nə edir? 15. Deməli, 219-dan 15-i çıxırıq. O da eləyir 204. Cavab B bəndində. 8-ci sual. A-dan 25 çıxsam 73 qalır. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün nə edirik? Çıxılanla fərqi toplayırıq. 5 ilə 3, 8, 2 ilə 7, 9. Deməli, A 98-dir. Çıx. B-ni də tapmaq üçün 23 üstə 15 gəlməliyik. 3 ilə 5, 8, 2 ilə 1, 3. B də olur 38. Deyir, indi A-dan B-ni çıx. Yəni, 98-dən 38-i çıx. O da eləyir 60. D bəndində verilmişdir. Dərzi 9 kostyum tikib. Hər kostyuma 8 düymə tikdikdən sonra 16 düymə artıq qaldı. Əvvəlcə qutuda neçə düymə var idi? Deməli, 9 kostyum hərəsinə 8 düymə. 9 dənə 8. Yəni, 9 vur 8. Eləyir 72. 72-sini istifadə eləyib. 72-ni istifadə eləyəndən sonra 16-sı qalıb. Deməli, ona da gəlməliyəm bunun üstünə əvvəli tapmaq üçün. O da eləyir 88. Deməli, qutuda əvvəl 88 düymə var idi. Sonuncu sualımız. Talih və Əli eyni qiymətə top almaq istəyir. Talihin 2 manatı, Əlinin isə 3 manatı çatmır. Onların birlikdə bir top almağa isə 1 manatları çatmır. Bir top neçədir? Deməli, Talihin 2 manatı çatmır. Əlinin 3 manatı. Ümumilikdə bu uşaqların neçə manatı çatmır? 5 manatı. Əgər topu birlikdə alsalar, bu 5 manatdan 1 manat çatmayacaq. Deməli, yerdə qalanını ödəniləcək. 5 manat çatmırdı, indi 1 manat çatmır. Bir dənə top aldıqdan sonra, bir dənə top aldıqdan sonra o birisi çatmırsa 5-dən birini çıxırıq. O da eləyir 4. Cavab A bəndində verilmişdir.